Bildiyiniz kimi bu il Prezident İlham Əliyevin təşəbbüsü ilə Konstitusiya ili elan olunmuşdur. Konstitusiyamızda vurğulanan milli və mənəvi dəyərlərin, həmçinin tarixi abidələrə qorunub saxlanılması, adət-ənənələrin gələcək nəsillərə ötürülməsi ilə bağlı 164 nömrəli məktəbin 9B sinif şagirdləri sizə layihə hazırlamışdır. Layihədə Azərbaycan incilərindən hesab edilən Qızqalası və digər tarixi abidələr, həmçinin milli geyimlərimiz, milli musiqimiz və milli yeməklərimiz öz əksini tapmışdır. İndi isə sizi layihəni izləməyə dəvət edirik. Bugün biz Azərbaycanın ilk xalq şairi sayılan Səməd Vurğunun ev muzeyinə gəlmişik. Dahi Azərbaycan şairi, görkəmli alim, ictimai xadim Səməd Vurğunun ev muzeyi Azərbaycanda yazıcı və bəstəkarların xatirəsini əbədiləşdirmək üçün yaradılmış ilk memorial muzeydir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tabeliyindədir. Muzeydə əhatə dairəsi çox geniş olan kütləvi işlər də görülür. İldə 2 dəfə martın 21-də və mayın 27-sində şairin xatirə günləri keçirilir. Müxtəlif vaxtlarda Səməd Vurğunun xatirəsinə həsr olunmuş tədbirlərdə görkəmli elm və mədəniyyət xadimləri, şairin qələm dostları və o dövrün ədəbi gəncliyi iştirak etmişlər. ...1920-ci ildə əsası qoyulmuş Dövlət Tarix Muzeyi şəhərin ən gözəl yerlərindən birində Hacı Zeynalabdin Tağıyevin 1895-1896-cı illərdə tikilmiş malikanəsində yerləşir. ...1921-ci ilin yayında fəaliyyətə başlayan muzeyin 1936-cı ilə qədər adı Azərbaycan SSR-nin dövlət muzeyi olub və elmi tədqiqat sahəsində əvəzedilməz rol oynayıb. Məktəbimizdə milli mənəvi dəyərlər çərçivəsində bir çox tədbirlər görülür. Dəyərlərimizi qoruyaq, yaşadaq. Bu bizim ən mühüm vəzifələrimizdən biridir və dəyərlərimizin qorunması şagirdlərimizdə vətənpərvərlik, doğma torpağa, vətənə mühəbbət hisslərinin inkişafında mühüm rol oynayır. Biz bugün Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun ev muzeyində, ədəbiyyat muzeyində olduq, eyni zamanda tarix muzeyində işimizin davamı olaraq Bakı Kitab Mərkəzindəyik. Şagirdlərimiz burada maraqlı kitablar seçir. Xüsusən milli mənəvi dəyərlərimizə həsr olunmuş kitabları oxuyurlar
və bu sevindirici haldır ki, artıq şagirdlərimizdə dəyərlərimizə məhəbbət, xüsusi hörmət var. Və bu işdə şagirdlərimə uğurlar arzulayıram. Qədim Bakının qədim şəhəri UNESCO-nun irsi siyahısına daxil olmuş, həm yaşayış məskəni kimi, həm də muzey kimi fəaliyyət göstərən İçəri şəhərdəyik. İçəri şəhərə aid olan memarlıq abidələrdən biri də Qız Qalasıdır. Bugün sizinlə Qız Qalasının sirli tarixçəsi haqqında məlumat alacaq. Əsrlərdir Bakının rəmzinə çevrilən, tikilməsinin dəqiq vaxtı və səbəbi bilinməyən tikilidəyik. Azərbaycanın ən sirli memarlıq abidəsi olan Qız Qalasındayıq. Hündürlüyü 32 metr olan qalanın divarları üzərindəki kitabədə Davudun oğlu Məhsun qülləsi yazısına görə həmin Məhsunun qalanı tikən memar olduğu iddia edilir. Yazı tərzinin 12-ci əsrə aid olmasına görə isə bəzi tarixçilər qalanın 12-ci əsrdə tikildiyini iddia edirlər. Digər versiyaya görə qalanın bünövrəsi bizim eradan əvvəl 12-ci əsrdə qoyulub. İkinci hissəsi isə bizim eradan 12-ci əsrdə tamamlanıb. Bu isə qalanın aşağı divarlarının yuxarı divarlarına nisbətən daha köhnə olmasını iddia edir, əlaqələndirilir. Aparılan qazıntı işləri nəticəsində qalanın 100 metrlik qayanın üzərində tikildiyi məlum olunub. Məhz bu səbəbdən qala çox dayanıqlı hesab edilir. Bir versiyaya görə isə qala heç vaxt düşmən tərəfindən fəth olunmadığına görə ona Bakirəlik rəmzi kimi adlandırılıb. Çox qədim zamanlarda qədim Bakıda bir xan var idi. Bu xanın Aliyə adında çox gözəl bir qızı var idi. O elə gözəl idi ki, bir çox xanlar, vəzirlər, adlı şanlı döyüşçülər onunla evlənmək istəyərdi. Ancaq qızın ürəyi azad idi və o yalnız sevdiyi birinə ərə getmək istəyərdi. Bir gün xanlıqda bayram şənliyi keçirildi və bu xanlıqda cavan oğlanlar və qızlar gəlib şənlənirdilər. Aliyə də bayram şənliyində idi və o İbrahim adlı cavan şair gördü və bir könüldən min könülə aşiq olur. Cütlüklər hər gün görüşüb söhbət edir, bir-birlərinə sevgi məktubu göndərirdilər. Lakin bu eşq macərası çox çəkmir. Bir gün xana qonşu xanlıqdan qoca, varlı və zalim vəzir Aliyəni almaq üçün elçi göndərir. Vəzirin var-dövləti xanın gözünü tutur və xan Aliyəni vəzirə verməsinə söz verir. Aliyə atasına nə qədər yalvardısa da atası razı olmur. Aliyə bu yalvarışları mənasız, razılaşmalı olmağı qərarı alır. Yalnız bir şərt əsasında. Bu şərtdə o deyirdi ki, mənim üçün çox hündür olan bir qala tikdir. Bu qala tikilib qurtarandan sonra mən o qalaya çıxıb hamı ilə vedalaşım, sonra ərə gedəcəyəm. Vəzir razı olur və vaxt itirmədən qalanı tikdirməyə başlayır. Günlər keçir, aylar keçir və qala hazır olur. Aliyə son məktubunu göz yaşları ilə yazıb göyərçinə bağlayıb İbrahimə göndərir və vaxt itirmədən qalanın son mərtəbəsinə qalxmağa başlayır. Göyərçin məktubu İbrahimə çatdırır. İbrahim məktubu oxuyan kimi tez atına minərək o tərəfə qaçır. Aliyə qalanın axırıncı mərtəbəsinə qalxıb son dəfə Xəzər dənizində seyr edib və deyir: "Qoy bu qala mənim azadlıq rəmzim olsun." deyərək özünü dalğalanan Xəzərin dənizinə atır. Bu qalaya el arasında Qız Qalası deyirlər və İbrahim qızın hekayəsini gələcək nəsillərə çatdıran boyama yazır. Azərbaycanın zəngin tarixini özündə əks etdirən qədim şəhərlərdən biri də Bakı qalası İçəri şəhəridir.
İçəri şəhərin qərb qapısından daxil olan kimi Şirvanşahlar Sarayı əzəməti ilə diqqətinizi çəkəcəkdir. Şirvanşahlar dövləti hökmdarlarının ağıllı və düzgün siyasəti nəticəsində minillərlə yaşaya bilmiş, Azərbaycanın mədəni, ictimai-iqtisadi, siyasi cəhətdən inkişafında əvəzsiz rol oynamışdır. 1191-ci ilədək Şamaxı şəhərində yerləşən paytaxt güclü zəlzələ nəticəsində dağıldıqdan sonra Şirvan dövlətinin iqamətgahı Bakı şəhərinə köçürülmüş və saray binasının inşasına başlanılmışdır. Siz burada xalqımızın tarixi keçmişinə səyahət edəcək, incəsənətin, şəhanə memarlığın gözəlliyindən mənəvi zövq alacaqsınız. Saray bağının şimal hissəsində yerləşən kiçik qapı Bağlı Saray divanxanasına aparır. Hər bir milləti dünyada tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərdən biri onun adət və ənənələridir. Bu baxımdan millətin adət və ənənələrinin formalaşdırılan yüksək mənəvi dəyərləri hər bir millətin mənəvi və mədəni simasını göstərir. Dünyanın ən qədim xalqlarından olan Azərbaycan da özünün zəngin milli və mənəvi dəyərləri ilə əvəzsiz töhfələr verərək özünə bənzər adət və ənənələri yüksək mənəviyyatı ilə diqqəti cəlb edir. Adət və ənənələrlə yetişdirməkdə olan gənc nəsildə güclü təsir buraxaraq onların vətən, millət, xalq sevgisi ruhunda tərbiyə olunmasında əsl həyat məktəbi rolunu oynayır. Təqdimat mərasimlərinə belə getmirlər. Azərbaycanda toy şənlikləri qədim və zəncir xalq adət ənənələrinə söykənir. Elçi getmək, nişan taxmaq və toy adətlərinin dərin kökləri vardır. Toy rəsmi nikah mərasimi olmaqla yanaşı bir-biri ilə bağlı təntənəli sistemdir. Azərbaycan xalqı da bugünədək məhz milli mənəvi dəyərlərinə bağlılığı sayəsində özünün mövcudluğunu, milli identikliyini, özünə məxsusluğunu qoruyub saxlaya bilir. Azərbaycan xalqının ən böyük sərvətlərindən biri də onun zəngin, milli, mədəni, maddi, ədəbi dövlətçilik irsinə sahib olmasıdır. Bu zəngin mənəvi irs xalqımız tərəfindən əsrlər boyunca yaradılıb və onun böyük bir hissəsi bugünədək qorunub saxlana bilir. Bu zəngin irslərdən biri də muğamlarımızdır. Muğam xalqımızın incisidir, xalqımızın genetik kodudur. Nəsillərdən nəsillərə keçərək muğam Azərbaycan xalqının qan yaddaşına çevrilir. Xalqımızın ürəyində əbədi iz buraxır. Dövlətimizin muğama olan böyük qayğısı nəticəsində bu sənət gündən-günə nəinki yeni zirvələr fəth edir, həmçinin yeni layihələrə yaranmasına imza atır, təkan yaradır. Muğam jurnalı, muğam antologiyası, muğam ensiklopediyası. Azərbaycan qeyri-adi, gözəl, orijinal bina ucaldı. Muğam mərkəzi. Bu möhtəşəm binada muğama həsr olunmuş, olduqca maraqlı konsertlər, festivallar, yüksək səviyyəli gecələr keçirilməyə başlandı. Azərbaycan əzəldən bəridir bir çox xalqlara ev sahibliyi edən, verən dövlətdir. Bu xalqların içində Talışlar, Tatlar, Ləzgilər, Avarlar, Xanaqlar, Udinlər və s. kimi xalqları daxil etmək mümkündür. Gəlin onlar haqqında bir sıra məlumatlar verək. Talışlar. Talışlar Azərbaycanın cənub zonası kimi tanınan Lənkəran Astara zonasında yaşayırlar. Onların sayı təqribən 111 min nəfərdir. Bəzi qeyri-rəsmi məlumatlara isə əsasən bunların artıqdır. Onlar Azərbaycan xalqı arasında öz döyüşkənlikləri ilə də tanınırlar. Buna nümunə olaraq Həzərsanovu nümunə gətirmək mümkündür. Onlar farsili etnosdurlar. Keçək indi ikinci farsili etnosumuz olan Tatlara. Tatlar Azərbaycanın şimal-şərq zonasında yaşayırlar. Bu rayonlara Bakı, Xızı, Şamaxı, Qobustan, İsmail və s. kimi rayonları daxil etmək mümkündür. Onların sayı isə təqribən 124.600 nəfərdir. Yenə də qeyri-rəsmi açıqlamalara əsasən onların sayı 600 mindən artıqdır. İndi isə biz Qafqaz dili etnoslarımızdan danışacağıq. Hansı ki onların içinə Ləzgilər, Avarlar daxildir. Onların haqqında məlumatlar verək. Ləzgilər. Ləzgilər Azərbaycanın Quba-Qusar regionu olaraq tanınan Quba-Qusar, Xaçmaz və Qəbələ rayonlarında yaşayırlar. Onların sayı 63.700 nəfərə yaxındır. Onlar həmçinin öz dillərinə, öz mədəniyyətlərinə və s. kimi öz kimliklərinə də sahibdirlər. Avarlar. Avarlar da Ləzgilər kimi Qafqaz dili bir etnosdurlar. Onlar öz dillərində özlərini dağ adamı mənasına gələn avar adlandırırlar.
Həmçinin bunu da qeyd edək ki, onlar Azərbaycanın Şəki-Zaqatala zonasında yaşayan 46 minlik bir əhaliyə sahibdirlər. Bunu da qeyd edək ki, Azərbaycan Respublikası heç vaxt öz vətəndaşlarını kimliyinə, millətinə, dininə və dilinə görə heç vaxt ayırmamışdır. Azərbaycan xalqının etnik tarixi, xalq yaradıcılığının bədii xüsusiyyətləri, onların müxtəlif halda formalaşmaları, bədii bəzək naxışları, toxuculuq xalq geyimində öz əksini tapmışdır. Milli geyimin formalaşması və inkişafı Azərbaycanın müxtəlif bölgələrində xüsusi rol oynayırdı. Ümumilikdə geyimlər kişi, qadın və uşaq geyimlərinə ayrılırdı. Bütünlükdə oxşarlıq təşkil edən Azərbaycanın milli geyimləri özlüyündə iki hissəyə ayrılırdı. Alt və üst geyimləri. 19-cu əsrdə Azərbaycanın Rusiya ilə birləşməsi gündən-günə öz simasını itirmiş, milli geyimlər Rusiyadan gətirilmiş ucuz parça və ondan tikilən geyimlərlə əvəz olunurdu. Bu yeni sadə biçimli bəzəksiz paltarlar getdikcə məişətə daxil olub, tədricən rayonlara, oradan da kəndlərə yayılaraq bütünlükdə milli geyimin sıradan çıxmasına səbəb olmuşdur. Toy və bayram paltarları adətən qiymətli parçalardan tikilir, müxtəlif qızıl və gümüş bəzəklərlə bəzədilirdi. Qadın üst geyimləri, üst köynəyi, arxalıq, çəpkən və s. kimi hissələrdən ibarət idi. Qadın üst köynəyinin qolu uzun, enli və düz olurdu. Bəzi dağlıq rayonlarda kişi üçün üst qış geyimi qoyun dərisindən tikilən, yaxası düyməli kürk hesab olunurdu. Xorasan kürkünün üzəri ipək sapla naxışlanırdı. Müxtəlif bəzək şeyləri, geyimləri tamamlayır, milli xüsusiyyətini zənginləşdirirdi. Qiymətli daşqaş, brilyant, almaz, zümrüd, yaqut, mirvari və s. istifadə olunurdu. Azərbaycanın zərgərlik məmulat mərkəzləri Bakı, Gəncə, Şamaxı, Şəki, Naxçıvan, Şuşa şəhərləri idi. Gümüşdən düzəldilmiş qadın və kişi kəmərləri də Azərbaycanda böyük şöhrət tapmışdı. Məlumdur ki, dinimizin bizim milli mənəvi dəyərlərimizin ən önəmli ünsürlərdən biridir. Xalqımızın 70 il kommunist rejimində ateist təbliğatını aparıldığı bir şəraitdə yaşasa da, öz dini dəyərlərini unutmamış, onları gizli də olsa yaşatmışdı. Lakin bununla belə, o dövrdə dini dəyərlərimizin zədə aldığı bir reallıqdır. Təsadüfi deyildi ki, Sovetdən əvvəl Azərbaycanda neçə min məscid, mədrəsə təkcə olduğu halda müstəqilliyimizin yenidən əldə edənlər cəmi 17 məscidimiz vardı.